Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Qâlel hakim fi muhkem kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. İnne fi halqis semavati vel arz ve ihtilafil leyli ven nahari le ayatin li ulil elbab. Sadakallahul aliyyul azim. Ve aleykümselam. Allah'ın salamı olsun siz, əziz, değerli, möhtərəm, Allah evinə üst tutub gələn qardaşlarıma, ana və bacılarıma, səsimizi eşidən, bizi dinləyən, izləyən hər kəsə. Allah'tan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, uca Rəbbimizə əl açaraq etdiyimiz dua, hacət və mətləblərimizi bizdən qəbul eləsin inşallah. Allah qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar eləsin. Daima bizi bir-birimizə mehriban, şəfqətli, məhəbbətli və səmimi olan insanlardan qərar versin inşallah. Bildiyimiz kimi, möhtərəm cəmaatımız, əziz möminlər, səsimizi eşidən əzizlərim, bugün cümə günüdür. Cümə seyyidül əyyamdır. Həftə günlərin ən nurani, ən bərəkətli olan bir günüdür. Bugün o gündür ki, Quran və hədislərə istinad etdikdə sonuncu xilaskarımızın gəliş günüdür. O gündür ki, o Həzrətin gəlişi ilə qəlbimiz nura qərq olar, dünyamız münəvvər olar, dünyamız nura qərq olar və o kəsin gəliş günüdür ki, yer üzərindən haqsızlığı apararaq, haqqı, ədalətsizliyi aradan apararaq, ədaləti, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək, sülhün, əmniyyətin yer üzərində bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah. Möhtərəm əzizlərim, möminlər, bugün sizinlə təfəkkür və düşünməyin əhəmiyyəti barəsində danışacaq. Əgər xatırlayırsınızsa, neçə cümədir silsilə olaraq vaxtın, zamanın, ömrün, dəyəri, qiyməti barəsində danışırıq. Artıq silsiləvi xütbələrdə və moizələrdə iştirak edən və dinləyənlər zamanın necə önəmli olduğunu və vaxtımızı necə də dəyərli keçirmək barəsində artıq təfəkkür etməmiz, düşünməmiz lazım. Biz neçə silsilə olan xütbədə bu kainatda yaşadığımız dünyamızın fani olduğunu və bir gün gedəcəyimizi və vaxtın da düşündüyümüzdən də qısa olduğu barədə çıxışlar etdik. Amma bugün sizinlə təfəkkür və düşünməyin əhəmiyyəti barəsində danışacaq. Sözmə Quran-ı Kərimin mübarək Ali İmran surəsinin 190-cı ayəsi ilə başlayıram. Allah Teala buyurur: Bismillahirrahmanirrahim. İnne fi xalqis semavati vel ardı ve ihtilafil leyli ven nahar le ayatin li ulil elbab. Aramızda möhtərəm ruhani qardaşlarım, elm əhli, tələbə yoldaşlarım, alim Rəbbani əzizlərim var. Onlar bilirlər bu ayət haqqında. Qısa tərcüməsi budur ki, həqiqətən göylərin və yerlərin yaradılmasında, göylərin və yerlərin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəzləməsində, görürsən, gecənin ardıca günüz gəlir, günüz sonra gecə gəlir. Ağıl sahibləri üçün ibrət vardır. Allah buyurur ki, göylərin və yerlərin yaradılması,
və gecənin gündüzlə, gündüzün gecə ilə əvəz olmasında ağıl və düşüncə sahibləri üçün bir ibrət var. Əslində, təfəkkür insanın qəlbini nurlandıran, ruhunu ucaldan və imanını dərinləşdirən ilahi bir nurdur. Yəni, insan təfəkkür etməsi ilə Allahın yaratdıqları barəsində düşünməsi ilə ilk öncə insanın qəlbi nurlanar, sonra onun ruhu ucalar, daha da yüksəklərə varar və insanın imanı da dərinləşər. Yəni, Allahın yaratdıqlarına baxıb, ibrət alıb, Allaha insan daha da yaxınlaşa bilər. O səbəbdən o məşhur bir ifadədir, Cəlaləddin Ruminin əsərlərində var, onun fikirlərindədir ki, insanın böyüklüyü onun düşüncəsinin böyüklüyündədir. Yəni, əgər bir insanı tanımaq istəyirsənsə, onun danışdığı sözlərdən, onun təfəkkür və düşüncəsindən onun nəyə sahib olduğunu bilmək olar. Necə ki, Əmirül-Müminin Əli əleyhissalamın kəlamlarında var, Həzrət buyurur, sən danış, mən sənin kimliyi sənə deyim. Yəni, insanın ağzından çıxan söz, insanın düşüncə və təfəkkürü onun əsl həqiqətdə daxili kimliyinin təzahürüdür. Biz əslində bir insan nə qədər danışmayıb, onun iç dünyasını bilə bilmirik. Yəni, onun danışıqları və hərəkətləri onun iç dünyasını üzə çıxarır. Bizim o elməsəli atalar misalları varımızdır. O sıradan biri də deyərlər, birini geyiminə, görkəminə görə qarşılayarlar, amma danışığına, düşüncəsinə, sözünə görə yola salarlar. Bəzən məsələn eləsinə baxırsan, adam deyir, amma elə ki ağzını açdı, hər şey bəlli olur. Ona görə Cəlaləddin Ruminin belə bir yanaşması var, belə bir fikri ifadəsi var ki, insanın böyüklüyü onun düşüncəsinin böyüklüyündədir. Qəlb nə qədər dərin düşünərsə, o Allaha daha çox yaxınlaşar. Yəni, insan təfəkkürü ilə Allaha yaxınlaşa bilər. Təfəkkür əslində, möhtərəm cəmaatımız, ibadətin sirri, elmin isə əsasıdır. Yəni, insan təfəkkür üzündən ibadət elədikdə Allaha daha tez çatar və təfəkkür edərək elmi inkişaf edə bilər. İnsan mərifəti təfəkkürlə əldə eləyə bilər. Yəni, Allaha mərifət məqamı, Allaha inamın yüksəlişi, artışı məhz insanın təfəkkür etməsi iləndir. Və əgər baxmış olsaq, ayədə qeyd olunan göylərin və yerlərin yaradılışı, gecənin gündüzlə, gündüzün gecə ilə əvəzlənməsində ağıl və düşüncə təfəkkür əhliləri üçün ibrət var deyə Uca Rəbbimiz, ibrətlər var deyə buyurur. Əslində, kainatın hər bir zərrəsinə, bir parçasına biz baxmış olsaq, o yaradandan bizə xəbər verir. Aramızda o kənd təsərrüfatı ilə, xüsusilə o dağda, bağda olanların o Allahın əzəmət və qüdrətini görməsi üçün nişanələr çoxdur. Yəni, təbiəti biz seyrə çıxmış olsan, əslində kainatın hər bir parçası Allahın qüdrətindən danışır, onun əzəmətindən danışır. Amma biz bəzən öz şəxsimə deyirəm, o bəsirətimiz olmadan, sirətimiz olmadan biz onu görə bilmirik. Onun həqiqətinə vara bilmirik. Sədi Şirazinin Gülüstan əsərində belə bir beyti var ki, در هر گیاهی که از زمین روید وحده لا شریک له بوید. Hər bitki ki yerdən çıxır, yerdən çıxanda
o Allahdan başqa həqiqi məbudun olmamasına şəhadət verir. Aramızda ərəb dilini bilənlər var. Bir ayət deyim, bu şeirin mənasına varım. Allah Teala Quran-ı Kərimdə buyurur və fil ərzi ayatun lil muqinin. Yer üzərində, yer kürəsində yəqin əhilləri üçün nişanələr var, dəlillər, sübutlar var. Mənim əzəmət və qüdrətimi dərk etmək üçün əlamət və nişanələr var. Sədi Şirazi də nəzmə çəkir, deyir: hər qiyahi ki əz zəmin ruyət, hər bitki ki yerdən çıxır, vəhdəhu la şərikə ləh qoyət. Ərəb dilini bilən qardaşlarım var burada, Quran əhli olan əzizlərim, tələbələr var, iştirak edirlər. İstər burada, istər canlı vasitəsilə bizi izləyənlər arasında. Ərəb dilində lə işarəsinin yazılışı o yerdən çıxan iki yarpaq təki, bir neçə yazılış forması var. Yerdən çıxan dənəli-dənəlisiz. Əkdiyin ya hava ilə, Allahın icazı ilə, o toz, külək vasitəsilə. Bəzən görürsən, navalçanın üstündə, məsələn də, bir ağac bitib, nə suyun vermisən, nə becərmisən və yaxud elə bir daş, qayanı bir dənə tikan yarır, bölür, çıxır. Halbuki, dağıdıcı preparator vasitələrlə sən bəzən onu dağıdıb, yarıb, bölə bilmirsən. Allah bir otu, ələfi, tikanı onu bölür, oradan çıxardır. Məyər bu Allahın əzəmət və qüdrətinin göstəricisi deyilmi? Onun əzəmət və qüdrətinin nişanəsi deyilmi? Allah Teala buyurur, mən belə şeylərlə siz başa düşəsiniz, ibrət alıb, nəticə çıxarıb, dönüş, qayıdış edəsiniz deyə yer üzərində nişanələr qoydum. Deyir, hər qiyahi ki əz zəmin ruyə, yerdən ilk çıxan, indi təsərrüfatla məşğul olan olmayan, hamımız əksəriyyətimiz rayon əhli olduğumuzdan və yaxud elə burada Bakı əhalisində xırla, parniklə məşğul olanlar, yerdən hər nə ki çıxır, çıxanda ilk olaraq iki qulaq yarpaq çıxır da, həmin o lə işarəsinin rəmzi mənasıdır. Lə iləhə illallah, vəhdəhu lə şərikə ləh. Yəni, yerdən çıxan bitki Allahın həqiqi məbud olduğunu, ondan başqa bir həqiqi ibadətə layiq olmayan bir varlığı təsdiq edərək yerdən çıxır. Şair vəsf edir ki, hər qiyahi ki əz-zəmin ruyət, hər bitki ki yerdən çıxır, yerdən elə çıxanda Allahdan başqa həqiqi məbudun olmadığını təsdiq edir. Və doğrudan da kainatın hər bir parçası Allahın qüdrətindən bizə danışır. Düşünən qəlb bu aləmdə əslində Yaradanın əsərini oxuyur. Əgər təbiətə baxıb sən ibrət alırsansa, sanki Allahın əsərini oxuyub nəticə çıxarırsan və ona dönüş qayıdış edirsən. Bir sözlə Quran-ı Kərim Allahın bizimlə danışan bir kitabıdırsa, əsəridirsə, təbiət əslində uca Rəbbimizin səssiz və möhtəşəm bir əsəridir. Təbiət özü Allahın səssiz bir əsəridir. Düşünmək əslində iman ağacının köküdür. Elə bil, o imanın bir ağacdır, günü-gündən ki böyüyər, onun böyüməsinin kökündə təfəkkür dayanır. Əgər Allahın yaratdıqlarının, ümumən insanı yoxdan var edib, yoxdan yaradan o pərverdigar, onun əzəmət və qüdrəti barəsində insan düşünsə, inanın, insan imanı baxımdan daha da artar. Allaha mərifətin artdıqca sənin mərhəmətin də, insani keyfiyyətin də, əxlaqın da, ailədə, cəmiyyətdə, davranışın da dəyişəcək. Allaha bağlı olduqca inamın artacaq, nurani bir insan olasın, nəfəsində bərəkət olacaq, baxışında bərəkət olacaq, sözündə təsir olacaq,
ətrafın get-gedə nura qərq olacaq. Çünki sən həqiqi nura vəsl olubsan. Allahın əzəmət və qüdrətin hər şeydə görürsən deyə. Məryəm surəsinin 67-ci ayəsində uca Rəbbimiz buyurur: Əuzu billahi mineşşeytanirracim. Əvəla yəzkurul insanu ənna xələqnahu min qablu və ləm yeku şey'ən. Məgər insan ilk öncə onu heç bir şey deyilkən, yəni yox ikən yaratdığımızı xatırlamırmı? Mənim hal-hazırda, üzr istəyirəm böyüklərimdən, 40 yaşım var. 40 il bundan öncə mən yox idim. 50 il bundan öncə siz yox idiniz. 85 il bundan öncə aramızda indi ən yaşlı ilə biləm Hacı Oruca əmmimiz olar. 85-ə yaxın səhv eləməsəm, 80-ın üstü. 90 qeyd edirəm. 90 il bundan öncə, əzizim, burada əyləşən bu yüzlər insanın heç biri yox idi. Məyər elə özümüz barəmizdə düşünməyimiz Rəbbimizə dönüş və qayıdışımıza səbəb olmazmı? Əvələm yazkurul insanu. Allah Teala buyurur ki, insan niyə düşünmür bu barədə? Niyə fikirləşmir ki, o heç bir şey ikən, yəni yox ikən biz onu yoxdan var etdik, onu xəlq etdik, ona bu nemətləri bəxş etdik. Bu barədə insan niyə düşünmür? İnan düşünsə, Rəbbinə dönüş edər. Yoxdan onu var edən Xaliq-i Sübhanə, Xaliq-i Ləmyəzəl olan Allaha insan dönüş edər. Deməli, bu ayə insana özünün yaradılışı barəsində, yoxdan var olub, yoxdan xəlq olması barədə düşünməyə, təfəkkürə vadar edən ayədir. Yəni, insan, sən hardan gəlmisən? Əmirül Müminin əleyhissalamın kəlamı da deyir, acibtü limən təqabbərə. Əvvəluhu nutfə və axiruhu cifə. Deyir, mən o egoist, xütpəsənd, o təkəbbür insanlar var da, cəmiyyətdə rastlaşırıq. Deyir, mən o təkəbbürlü eləyən insanlara təəccüb eləyirəm. İnan elə təkəbbürlü insanlar var ki, yeriyəndə o startdan da elə ilk addımından elə addım atır, elə bil ki, təyyarə havaya qalxacaq. İndi elə uçmağa hazırlaşır. Yeriyəndə də ayağın bir sağa, sola elə vurur, elə bil ki, tabi yeri göyü xəlq eləyən elə budur. Əmirül Müminin əleyhissalam buyurur ki, bəşər, sən nəyə təkəbbürlü eləyirsən? Əvvəlün nütfə, axırın da cifə. Nütfə o bir su ki, hər kəsə bəlli. Axırda da insanın qoxusundan o gələn heç bir canlıdan gəlmir. Ona görə möhtərəm cəmaatımız, Əmirül Müminin əleyhissalamın bu kəlamı istəyir insanı təfəkkürə vadar eləyə ki, bəşər, gəldiyin yeri unutma. Hardan gəldiyi yadından çıxarma ki, yolundan da, məcrundan da çıxmayasan. Xəttində daimi sabit qədəm qalasan. Deməli, bu ayə insanın öz yaradılışını xatırlamağa, öz mənşəyini xatırlamağa vadar eləyir. İstəyir ki, insan düşünsün ki, bir vaxt heç bir şey deyil idin. İndi isə düşün, özün barəsində fikirləş ki, bu ağlı sənə verən bir varlıq var. Bu gözü sənə verən bir varlıq var. Bu nitqi, bu danışığı sənə verən bir varlıq var. Bu qulağı sənə verən bir varlıq var. Bunlar barəsində düşün, bunlar barəsində fikirləş. Əslində, bu ayə bilirsinizmi bizə nə mesaj vermək istəyir? Əgər bir insan öz yaradılışını unudursa, başlanğıcını unudursa, əminliklə yaradanı da unudacaq. Baxın, bu həyatda bu azğın insanlar var, ha? Yəni, Allahı, imamı, peyğəmbəri, ümumiyyətlə. Bunların əksəriyyətində özünün yaradılışını unutqanlıq var.
əksəriyyəti ilə əgər danışmış olsanız, bu əminliklə belədir ki, öz yaradılışını, öz başlanğıcını unudan insan yaradanını da unudar. Onun əzəmət və qüdrəti barəsində insan düşünə bilməz. Mövzumuz təfəkkür və düşüncənin əhəmiyyəti olduğuna görə elə ayə və hədisləri, mövzuları da düşüncə və təfəkkür barədə edirəm ki, çox da haşiyə çıxmayam. Əslində, hər nəfəs Allahın ol kəlamının təzahürüdür. Sözdən dəyərli, qiymətli bir şey yox, bilirsinizmi niyə? Çünki bu yaradılış, bu kainat sözlə xəlq olub. Allah Teala Yasin surəsinin 82-ci ayəsində, deyə 83-də İza əradəllahu li şeyin ən yəqulu ləhu kun fəyəkun. Bir şeyin olmasını Allah iradə etdikdə ona ol deməsilə olar. Baxın, sən və mənim fikrimizlə sözümüzdə zaman intervalı var. Yəni sən, məsələn, o rasional düşüncələr ki var, məsələn, bədiyyə elmində də o dərhal cavab, reaksiya vermək, orada da zaman an fərq eləyir. Çünki onun beynindəki ilə ağızdan çıxan səsdə fərq var. Yəni, düşüncə ilə danışıqda zaman fərqi var. Zaman fərqi var. Amma uca Rəbbimizdə İza əradəllah li şeyin kun fəyəkun, olu fikirləşir, sonra deyir, olur deyə bir şey yoxdur. Onun deməsi eyni fikirləşməsi, fikirləşməsi eyni olmasıdır. Yəni, orada zaman fəlsəfi baxımından uca Rəbbimizdə yoxdur. Əslində, bizim hər birimizin bu aldığımız nəfəs var. Allah bütün xəstələrimizə acil şifa versin. Öz şafi adına xatir, dərdi bilinən, bilinməyən evlərdə, xəstəxanalarda olan, xüsusilə cümə günüdür, xəstəsi olub iltiması dua edənlər var. Allah hamısına acil şifa mərhəmət eləsin. Bizim ömrümüz əslində bu aldığımız nəfəsdən ibarətdir. Hər nəfəsə Allah ol deməsi ilə olursa, deməli, hər nəfəsimizdə Allahın bizə ömürdən pay ayırmaq qüdrətini biz dərk eləməliyik. İnsan dərk eləsə ki, aldı, nəfəs vermədi. Bu yaxınlarda nə qədər elə indi hamı sosial şəbəkədən izləyir də, biri idman elədiyi yerdə, biri ayaqqabı bağını bağladığı yerdə, elə qəsəbəmizdə müəllim lövhədə, daskada dərs izah elədiyi yerdə. Yəni, bu qəfil ölümlərin də səbəbi var. Bunlar bicadır, səbəbsizdir. Yer üzərində günahlar, xüsusilə zina artdıqda qəfil ölümlər artar deyə Peyğəmbər salavatullah öncə bunları bizə söyləyib. Bunlar bir yana. Amma istəyirəm deyəm ki, bu ani ölümlər ki var. O ki, göz qırpım. Bəzən deyirlər, ölüm qaşla göz arasında. Əzizim, o məsafə uzaqdır. Qaş-göz məsafəsi. Hər nəfəs insanın həm ölümü, həm də ki, həyatı mənasındadır. Yəni, ölüm bizə bir nəfəs qədəri yaxındır. Bizim həyatımız nəfəs qədəridir. Yəni, aldığımız nəfəs bizim həyatımızdır. O nəfəsi ala bilmədikdə bizim həyatımızın tamamıdır, əziz cəmaatımız, möhtərəm insanlar. Bu ayət-i şərifə istəyir bizə bunu deyə ki, İnsan yoxluqdan varlığa çevrilən bir varlıqdır. Yoxluqdan varlıqda olduğu halda onu unudarsa insan yaradanını unudar, Allahını unudar, onu xəlq edən varlığı, Xaliqi Sübhanı unudar. Baxsaq, elm əhli olan qardaşlarım bilirlər, Quran-ı Kərimdə dəfələrlə təkrarlanan ayət şərifələrin bir neçəsinin sonunda Allah Teala buyurur, Əfəla yətəfəkkərun, əfəla yaqilun, əfəla təqilun. Onlar başa düşmədimi? Onlar fikirləşmədilərmi? Onlar niyə düşünmürlər? Niyə təfəkkür eləmirlər? Yəni, bir sözlə, Əraf surəsi 184 bir neçə nümunə qeyd edeyim ki, bəzən olur ki, ayələrin nömrələsini, rəqəmini qeyd edən əzizlərimiz olur.
Əfəla yətəfəkkərun. Allah Teala buyurur ki, məgər onlar düşünmürlərmi? Təfəkkür etmirlərmi? Təkrarlayır. Əfəla təqilun. Məgər ağlınızı işlətmirsinizmi? Bəqərə surəsi 44-də. Niyə ağlınızı, o sizdə olan ağıldan istifadə etmirsinizmi? Əfəla yətədəbbərunəl Qur'an. Nisa surəsi ayə 82. Buyurur, məgər onlar Qur'an barəsində düşünmürlərmi? Yəni Allah istəyir bizə bu kainat barədə Qur'anı oxuyub tədəbbür eləyək, fikrimiz dəyişsin, təfəkkürlə insan inkişaf eləyə bilər. İmanın kamilliyi də, möminliyin o ali dərəcəsi də insanın təfəkkür və düşüncəsi iləndir. Əslində təfəkkür Quran baxımından insanın ucalışı, insanın zirvəsi, tərəqqiyə, təkamülə varması üçün ən ümdə göstərilən səbəblərdən biridir. Əslində təfəkkürsüz iman, ağır da olsa üzr istəyirəm bu sözümə görə, bəzən görürsən, bəzi sözləri həqiqət və çılpaqcasına deyəndə elə dini camiyənin özündən elə bizim özümüzə müəyyən iradlar olur. Allah şahidimdir bu sözümlə, mən kimisə tənqid etmə fikri ilə, kiminsə əməlini aşağılama fikri ilə demirəm. Amma bəzən qəlbim yanır. O həqiqətləri ki görürəm, istəyirəm o okeandan bir damcı da olsa, damcı da olmasa bir zərrəcik, bir şehnəm də olsa ki, başa düşdüyümü sizlə bölüşəm, sizlə paylaşam deyə bu sözləri söyləyirəm. Əslində, həqiqətdir ki, bu məsələ eyni həqiqətdir. İnsan düşüncəsiz, əgər təfəkkürsüz, düşüncəsiz bu mənada, təfəkkür və düşüncə etmədən iman etdikdə, o əslində bir ağacdır ki, onun sanki bir kökü yox. Biraz külək gələndə onu tərpədəcək, laxladacaq. Bəzən niyə bu bəzi cavanlarımız o müəyyən məzhəblərin təsiri altına düşür? Onun kökü möhkəmdir. Kökü təfəkkür və tədəbbür əsasında deyil deyə biraz çalxalanma olanda o laxlamağa başlayır. Ona görə ibadətimizi təfəkkür əsasında etməliyik. Və təfəkkür əsasında böyüyən ağacın kökü də möhkəm olar. Ona görə Uca Rəbbimizin bu ayət-i şərifədə bu qeyd etdiyi ki, niyə düşünmürsünüz, niyə ağlınızı işlətmirsiniz? Əslində fikirsiz iman deyəcəyim söz budur. Fikirsiz iman köksüz ağac kimidir. Ağızdan ağza eşidib, amma onun həqiqəti barəsində mən təfəkkür eləmirəmsə, elə bir ağacdır, onun kökü zəifdir, biraz külək əsən kimi tərpədəcək. Ona görə bir ayət-i şərifə oxuyum, sonra bir neçə olmuş hadisə qeyd edəcəm. Allah Teala Ərəb surəsinin 179-cu ayəsində doğrudan bu ayəni eşidəndə biraz təfəkkür və tədəbbür etmək lazım. Mövzumuz, yenə də qeyd edirəm, təfəkkür və düşüncənin əhəmiyyəti olduğuna görə bu ayəni də qeyd edirəm. Allah Teala buyurur: "Və-ləqəd zərə'nə li-cəhənnəmə kəsirən minəl-cinni vəl-ins." Cəhənnəm ayələrindən danışanda buyurur, biz cəhənnəm üçün bir çox cinlərdən və insanlardan ora daxil edəcək. İnsanlardan və cinlərdən bir çoxlarını. Kimlərdir o insanlardan hansı sinif, hansı növ ora daxil olacaq? Ayət-i şərifənin davamında buyurur: "Ləhum qulubun la yefqahun." Onların ki qəlbləri var, lakin onlar anlamaz. O qəlb ki var, Allah verib o qəlblə insan anlamaz. وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا. Onların gözləri var, lakin onlarla görməzlər, baxmazlar, həqiqət barəsində
görüb düşünməzlər. Və ləhum azanun la yəsməun biha. Onların qulaqları var, lakin onlar haqqı, həqiqəti eşitməzlər. Görürsən, başqa sözü uzaqdan eşidər, amma haqqı deyəndə özün eşitməməzliyə vurar, ya səsin qaldırar ki, eşitməsin, ya həmin yeri tərk edər ki, o söz onun yanında danışılmasın. Allah Teala burada ağır bir bənzətmə eləyir. Allahın kəlamıdır deyə cəsarətlənib bunu deyirəm, amma bəzən elə sözlər var, insan cəsarət eləyib onu deyə bilmir. Deyir, belə insanlar, onların ki, qəlbləri var, anlamazlar, gözləri var, görməzlər, qulaqları var, həqiqəti eşitməzlər. Ulaikə kəl-ən'am. Onlar o dördəyəqlılar kimidir. Ardıca buyurur, bəlhum əzəl, bəlkə onlardan da azğındılar. Ulaikə humul gafilun. Onlar qafil olanlardılar, qəflətdə qalanlardılar. Həqiqəti görə-görə görməməzlikdən, eşidə-eşidə eşitməməzlikdən, bilib, dərk edib, amma özlərini bilməyən sinfinə, qrupuna mənsub edənlərdilər. Bilirsinizmi niyə dördəyaqlıdan da aşağıdır? Allah insana həm əql verib, həm şəhvanı hiss verib. Amma mələkə əql verib, şəhvanı hiss verməyib, heyvana şəhvanı hiss verib, amma ağıl verməyib. Yəni, mələkin üstünlüyü o ağlına görədir, daim ibadətdə, zikirdədir. Onu pisliyə vadar eləyən qüvvə yoxdur. Heyvanda da onu yaxşılığa vadar eləyən əql yoxdur, şuur yoxdur. Amma insanda həmi xeyir, həmi pisliyə vadar edən qüvvə var. Əmirül Müminin Əli əleyhissalam buyurur ki, əgər insan ağlını nəfsinə qalib eləsə, nəfsi əqllə mübarizədə məğlub olsa, o mələkdən də üstün olar. Çünki insanı pisliyə vadar eləyən qüvvə var idi, ona getmədi. Amma əksi, nəfsani hissləri əqlini üstləmiş olsa, o heyvandan da aşağı olur. Bilirsənmi niyə? Çünki buna axı xeyrə dəvət eləyən, çəkən bir qüvvə var idi. Ondan istifadə etmədi deyə. O səbəbdən möhtərəm cəmaatımız, təfəkkür və tədəbbür imanın güclənməsində, Allaha dönüş və qayıdışda ən ümdə səbəblərdən biridir. Mən sözümü xülasələşdirim bir neçə olmuş bir hadisə ilə. Ola bilər ki, bir şeyə eyni anda bir neçə nəfər baxsın, baxış bucaqları fərqli olsun. Yəqin ki, elə günümüzdə də hadisələrlə qarşılaşmışıq. Bir hadisəyə biri bir söz deyir. Deyir, ay qardaş, sən bunu niyə belə deyirsən? Baxın, bunun bu biri tərəfi də var. Bu belə də ola bilər. Yəni, hərə əslində öz tərəfindən, o 6-9 misalı da, biri durub bu tərəfdə, biri o tərəfdə. Biri deyir 6-dır, biri deyir 9-dur. Əslində o da düz deyir, bu da düz deyir. Amma ortaq məxrəcə gəlmək məsələsi var. Baxış bucaqları fərqli ola bilər. Yazırlar, bir zamanlar 2 qardaş var imiş. Onlar bir dağın ətəyində yerləşən bir kənddə, bir qəsəbədə yaşayırmışlar. Deyir, günlərin bir günü bu 2 qardaş, böyük qardaşla bu balaca qardaş dağın üstünə qalxırlar. Çox əzəmətli, belə heybətli bir dağ imiş. O bəzən doğrudan təbiət belədir, doğrudan da belədir. Görürsən, hündür bir şəlalə, uca bir zirvədən axan görəndə, nə bilim, görürsən, əyilib ağac cüzü, amma aşmır, yapışıb qalıb. Nə bilim, səhranın ortasında su yox, bir dənə ağacı Allah göyərdib, gəllər kölgəsində otururlar, eləyirlər. Yəni, Allahın əzəmət və qüdrətini görmək üçün çoxdur da əslində. Bu 2 qardaşlar da qalxırlar
dağın başına. Böyük qardaş dağa qalxıb baxıb deyir ki, ay qardaş, bu dağ nə qədər böyük dağdır. Yəni çox hündür dağdır. Adam çıxır, başı gicəllənir. Bura çox hündürdür. Kiçik qardaş deyir ki, bu dağ mənim üçün təkcə elə hündürlükdən ibarət deyil. Yəni bu dağ elə tək daşdan ibarət deyil. Əslində mənim üçün bu dağ Allahın bir qüdrətinin göstəricisidir, bir əzəmətinin göstəricisidir. Yəni mən bu dağa təkcə elə daş kimi baxmıram. Yəni əslində bu sözü kiçik qardaş deyəndən sonra böyük qardaş təəccüblə soruşdu ki, nə fərqi var ki? İkimiz də elə eyni dağdan eyni söz söyləyirik. Mən dedim çox hündür dağdır, böyük dağdır. Sən deyirsən ki, mən bu dağı daş kimi görmürəm, Allahın əzəmət və qüdrəti kimi görürəm. Nəticədə elə ikimiz də dağdan danışırıq, dağın böyüklüyündən, əzəmətindən. Bu kiçik qardaş gülümsəyərək, təbəssüm edərək böyük qardaşa deyir ki, qardaşım, sən əslində gözünlə baxıb bu sözü söylədin, mən isə qəlbimlə baxıb bu sözü söylədim. Yəni, sən də düz deyirsən, bəli, böyük dağdır, əzəmətli dağdır, amma sən bunu yalnız daşına görə, bunun hündürlüyünə görə, bu səbəbdən, bu göz görməsi ilə deyirsən, amma mən deyirəm ki, doğrudan da böyük dağdır. Yəni indi gör bunu yaradan Allah nə qədər böyükdür. Bu əzəmətli dağı yaradan Allah gör necə əzəmətlidir. Yəni baxışlar əslində bəzən insan gözü ilə görər deyər, bəzən insan qəlb gözü ilə, bəsirətlə anlayar və söyləyər. Həmin anda böyük qardaş anladı ki, təfəkkür əslində baxmaq deyil, görməkdir. Yəni ki, sən onu görüb o dərk eləyərək, həqiqətini anlayaraq söyləməkdən. Göz baxar, amma yalnız düşünənsə qəlb olar. Qəlb düşünər və onu söyləyər. Bir hadisə də danışım, Əmirül-Möminin Əli əleyhissalamın vaxtında baş verib bu hadisə. Bir gənc Əmir-əl-Möminin Əli əleyhissalamın yanına gəlir. Deyir ki, ya Əli, ya Əmir-əl-Möminin, ey möminlərin əmiri, mən gecələr çox yatıram, az ibadət edirəm. Bəzən də düşünürəm ki, bu qədər yatmaqla necə Allaha yaxın olmaq olar? Yəni, yatmağım ayıqlığımdan çoxdur da, belə deyək, çox yatıram. Əmirül-Möminin Əli əleyhissalam buyurur ki, hər kim bir gecə dərin düşüncəyə dalarsa, əsl həqiqətdə uzun-uzadı ibadətdən o gecəsi daha üstün olar. Hədislərdə qeyd olunur ki, Peyğəmbər sallallahu buyurur, təfəkkürü saətin xeyrun min ibadəti sənətin. Biharul Ənvarda 78-ci cild 115-ci səhifədə bu hədis-i şərif qeyd olunur. Peyğəmbər sallallahu buyurur ki, bir saatlıq düşünmək bir illik ibadətdən, düşünülmədən, təfəkkürsüz, düşüncəsiz ibadətdən daha üstündür. Əslində burada ibadət etməməyə çağırış deyil və yaxud da ki, ibadət edənin ibadətini küçümsəmək mənasında deyil. Yəni, o təfəkkür ki, sən təfəkkür edib Allahın əzəmət və qüdrətini dərk edəcəksən, Allahın əzəmət və qüdrətini dərk etməklə Allaha yaxınlaşacaqsan. Allaha yaxınlaşmaq da elə Allaha ibadətdir. Ona görə təfəkkürlə, düşüncə ilə edilən o ibadət təfəkkürsüz və düşüncəsiz ibadətdən çox üstündür. Əmirül-Möminin Əli əleyhissalam buyurur, Nəhcül Bəlağədə 153-cü hikmətli kəlamında buyurur, mən təfəkkərə əbsara
Və mən absara i'təbərə və mən i'təbərə alimə. Kim düşünərsə görər, kim görərsə ibrət alar, kim ibrət alarsa elmə çatar. Elmə çatanda Allaha iman gətirər, Allaha inanar, etiqad bəsləyər. Əmir əl-Möminin Əli əleyhissalam bu gəncə də, bu cavana da deyir ki, bir gecə dərin düşüncəyə dalarsansa, həmin gecəni uzun-uzadı ibadət etməkdən o gecə daha üstün olar, daha təəccüblü olar. Bu gənc təəccüblə deyir ki, ya Əmir əl-Möminin, axı bu necə ola bilər? Mən sadəcə düşünürəm, amma ibadətdə Allaha zikr eləyirəm, dua eləyirəm, münacat eləyirəm. Buyurursan ki, düşüncə, bir saat düşünmək uzun-uzadı ibadətdən daha üstündür. İmam Əli əleyhissalam təbəssüm eləyərək, gülümsəyərək buyurur ki, hər kəs deyir, düşünmək əslində özü bir növ ibadətdir. Təfəkkür özü bir növ ibadətdir. Kim öz nəfsini tanıyarsa Rəbbini tanıyar. Həzrət buyurur, mən arəfə nəfsəhu fəqad arəfə Rəbbəhu. Özünü tanıyan Allahını tanıyar. Və təfəkkürdən də məqsəd özü tanıyıb Allahı tanımağa qovuşmaq təfəkküründən söhbət edirəm. Kim öz nəfsini tanıyarsa Rəbbini tanıyar. Kim dünyanın faniliyini anlayarsa əbədi olan axirəti dərk edər və Allaha gedər. Kim hər bir hadisədə hikmət görərsə, o artıq Allaha ibadət edirmiş kimi sayılır. İmam Əli əleyhissalam ona izah eləyir və ardıca buyurur ki, əgər belə düşünsən, sənin hər bir nəfəsin, hər bir alıb verdiyin nəfəs ibadətə çevirilər. Ona görə təfəkkürlə keçilən gecə ibadətlə keçilən gecədən əfzəldir. Bu mənada. O səbəbdən möhtərəm cəmaatımız, doğrudan da ağıl və düşüncə, təfəkkür insanın tərəqqisinə səbəb olan, vəsilə olan ən ümdə səbəblərdən biridir. Hətta dünya şöhrətli bu filosoflardan, qərb alimlərinin bir neçəsindən bir neçə statlar qeyd etmişəm. Onları da bölüşüm və sonda dua edərək hər birinizin ilə duası ilə sözümüzü bitirək. Aristotelun belə bir ağıl və düşüncə barəsində fikri var. Deyir, ağıl ruhun gözüdür. Ağıl ruhun gözüdür. Kim düşünərsə, təfəkkür edərsə, o görər. Yəni, o necə iki qardaşlar arasında biri baxırdı, biri həqiqəti görürdü. Ağıllı insanlar, müdrik insanlar əslində o ağılları ilə görürlər, ruhən onu hiss edirlər. Bu, Farabi də ki, fəlsəfədə, kəlamda, məntiqdə nəzər sahiblərindəndir. Onun da mövzumuza aid belə bir bu mövzuda fikri var. Deyir, təfəkkür insanı başqa canlılardan, yəni heyvanlardan fərqləndirən ən əsas xüsusiyyətdir. Yəni, əgər yeməyə qalsa, başqa canlılar da yeyir. İçməyə qalsa, onlar da içir. Hərəkətə qalsa, onlar ağlamaq, gülmək, şəfqət, məhəbbət, duyğusal, soyuqdan narahat olmaq, istidən yəni, başqa bizim nə qədər ortaq cəhətlərimiz var. Amma ağıl bizi başqa canlılardan, xüsusilə yəni canlı dedikdə heyvanatdan fərqləndirən ən əsas amildir. İbn Sina'nın məşhur ifadələrindən də deyir, elm düşünməkdən doğular. Düşünmək isə insanı Allaha aparar. Yəni, düşünən insan Allahın əzəmət və qüdrəti barəsində təfəkkür və idraka sahib olan insan Allahı tanıyar və dərk edər və inam edər. Nəsrəddin Tusinin əsərlərində qeyd olunur, edir, ağlın nuru təfəkkürlə parlayar.
İnsan təfəkkür etdikcə sənin ağlın parlayar. Nə qədər tənbəl olarsansa sönər. Yəni, ağlın nuru təfəkkürlə parlayar, tənbəlliklə sönər. O səbəbdən düşünmək əslində ruhun özü ilə danışmaqdır. Əgər biz təfəkkür eləyiriksə, sanki ruhumuzla danışırıq, ruhumuzla həmsöhbət oluruq. O səbəbdən deyəcəyim sözümün xülasəsi və bu danışdığımız xütbənin xülasəsi, çalışağın təfəkkür əhli olağın ki, hər gördüyümüz hadisədən hikmət dolu ibrətlər alaq və nəticə çıxaraq. Kim düşünərsə, həqiqətdə o yaşayır. Kim düşünmürsə, əslində o sadəcə nəfəs alır, verir. Yəni, düşünən də, düşünməyən də, ikisi də bu dünyada yaşayır. Amma biri sözün həqiqi mənasında yaşayır, birisi elə nəfəs alıb verir. O səbəbdən iman düşüncə ilə bəzənər, düşüncə ibadətlə tamamlanar. Allah insana ağlı verib ki, onu dərk etsin, qəlb verib ki, onu sevsin, təfəkkür verib ki, Allahı tapsın. Yəni biz bu qəlbimizlə Allahı sevirik və təfəkkürlə onu tapırıq. Bu həftə biz düşünmək və təfəkkürün əhəmiyyəti barəsində danışdıq. Allahdan dilək və istəyimiz budur ki, Allah bütün bu yaratdıqları barəsində, xəlq etdikləri barəsində bizi təfəkkür əhlindən qərar versin inşallah. İlahi, bizə düşüncə və anlayan qəlb bəxş etginən. Ey rəhman və rəhim olan Rəbbimiz, fikrimizi nurla bəzə, düşüncəmizi hidayətinə çevir. Allahım, bizi səthi, boş, mənasız düşüncələrdən uzaq et. Allahım, bizləri dərin düşünənlərdən qərar verginəm. Allahım, hər baxışımızda səni görməyi, səni dərk etməyi, sənin və əzəmət və qüdrətini hiss etməyi hər birimizə nəsib etginəm. İlahi, ağlımızı təkəbbürdən, qəlbimizi zülmət və qaranlıqdan, çirkinlikdən, pislikdən uzaq etginəm. Allahım, daima səni düşünməyi, dilimizdə səni zikr etməyi hər birimizə nəsib etginəm. Allahım, bu eşitdiklərimizə əməl edərək, əməl etdikdən sonra başqalarına tövsiyə etməyi hər birimizə nəsib etginəm. Allahım, bizi düşünənlərdən, təfəkkür əhlindən qərar verginəm. Etdiyimiz duaların xüsusilə bu söhbətin ilahi dərgahında qəbuluna və qəlbimizdə, ruhumuzda təsir edərək əməlimizdə tətbiq etməyimizdən ötürü Muhammed və Ali Muhammedə 3 ucalı Muhammedi səlavat zikr elə. Allah qəbul eləsin inşallah. Allah qəbul eləsin. Allah kömək olsun. Sağ olasınız, var olasınız. Allah qəbul eləsin. Selamun aleykum. Kərbəla necəsiniz? Yaxşıyam. Ya Allah faziləm biraz narahat görmürsən. Allah şifa versin inşallah. Allah kömək olsun. Peyğəmbər alı, Peyğəmbərə salavat zikr Dini İslamın qüvvətlənməsinə, din düşmənlərinin məhv nabud olmalarına salavat zikr Seyyidim var olasın. İbadət və itaətlərimizin qəbuluna salavat zikr edək. Allah qəbul etsin. Mərizun, mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına salavat zikr edək.
Həmişə yaxşı olasın. Sağ ol, sağ ol. Allah qəbul eləsin inşallah. Cümə günüdür. Haqqı boynumuzda olan ata, ana, ustad, müəllimlərimizin, dünyadan köçənlərinin ruhlarına, qalanların səlamətçiliklərinə sələvat edər. Ümumən məscidlərin bilxüsus ibadət etdiyimiz İmam Həsən əleyhissalam adına olan məscidin təmir bərpasında, inşasında, bugünə gəlib çıxmasında kimin nə maddi, mənəvi, fiziki köməyi olub, əməyi keçib, dünyasını dəyişənlərin ruhlarına, qalanların səlamətçiliklərinə sələvat edər. Allah qəbul eləsin, Allah kömək olsun, sizi səsimlə, sözümlə yordum. Allah kömək olsun.